Siz görmürsünüz, o sizi görür. Yani perde var. Yani perde var sizinle onun arasında. O perde koymur siz onu görəsiniz. Eğer o perde götürülənsə, görərsiniz ki, bir kasa balı güneşin qabağına koyasan, ne kadar arı yığışar ona. Hadiste var, deyir her bir adama o bala yığışan arıdan çok şeytan yığışıb ki onu yoldan çıxarda. İnsanı yoldan çıxartmağa ne kadar şeytan yığışıb, cürəbəcürə şeytanlar. Hem o şeytan göze görsənməyənlər, hem de ki maşallah göze görsənən elə o qədədir, heç çox da onlara ehtiyac yoxdur. Yer gö indi baxın kanallara, baxın saytlara, baxın internete. Qədim belə şeyler yox idi. Qədim bir nəfəri göndərərdilər, bir məsələn bir əxlaqsız qadını göndərərdilər zindanda, deyərdilər Musa ibn Cəfər zindandadır, get əyə onu yoldan çıxarda bilsən yoldan çıxart. O da gedirdi, görürdü, Allahu Ekber, mən kim, bu kim, məni hara göndəriblər? Həzrətin nuru qələbə eləyirdi, ondan sonra bir neçə saatdan sonra ya bir neçə gündən sonra deyirdi açın zindanın qapısını, çıxın mən buradan. Çıxırdı, görürdülər, bu da başlayıb ibadətə. Bu onda təsir bıraxa bilməyib. Həzrət bunu təsirinin altına gətirib. Həzrətin nuraniyyəti, hərəkəti. Ya bəzi insanlar heç Musa ibn Cəfər yox, cavan oğlanlardı. Bəzən şeytan sifət insanlar var, istəyərdi onları yoldan çıxarsın. Zənginə, nə bilim, məktubla yavaş qıcıqlandırırdı, görürsən yoldan. Ya çıxadırdı, ya çıxada bilmirdi. Bəzən çıxadırdı. Bəzən də görürsən bir insanla rastlaşırdı ki, görürdü yox, onda bu təsir qoya bilməyəcək. Biri gəldi, yavaş yumuşatmışdı. Bir oğlan, bir kız, bir xəlvətdə yavaş yumuşaldıb. İstəyir ki, günaha başlasın, deyir ki, xəcalət çəkirəm. Bir parça, bir şey olsaydı, xəcalət çəkirəm. Deyir, nədən xəcalət çəkirsən? Deyir, ulduzlardan. Ulduzlar göydə cəhcəh vurur. Mən də belə günah eləyim. Deyir, bu ona qayıdır, deyir, bəs axı bu ulduzları yaradan, sən ulduzlardan xəcalət çəkirsən, bəs ulduzu yaradan necə? Ondan xəcalət çəkmirsən? Bəzən belə hadisələr olurdu, görürdün, allanmırdı. Amma bəzən də allanırdı. Qutardı, getdi. Amma indi o cürdür. İndi vəziyyət dəyişib. Günahların modeli çoxalıb, sayı çoxalıb. Danışır səndən, bir də görürsən sənin səsin saytıdadır. Oturub səndən çörək yiyir, bir də görürsən sənin şəklin dünyanı gəzir. Ay bala, bunlara kimdən icazə aldın? Da icazə yoxdur. İcazə qədimdə qaldı. Da icazə, nə icazə? İcazə yoxdur onlara. Bax, indi vəziyyət belə olur. Əgər bir nəfərinlə danışanda, balaca ağzın ona yaxınlaşdıra. Balaca. İki nəfər danışır, bir balaca ağzın ona yaxınlaşdırır. Deyir, onun mənası budur ki, yəni bu söz səndən mənim aramda qalsın. Demir ha dili ilə.
Ağzın ona yaxınlaşdırmağın mənası belə çıxır ki, yəni bu məndən sənin arunda olan sözdür. Hədisdə var, deyir, əgər o sözü başqa yerdə danışsan, bundan məşğul zimməsən. Haram iş görübsən, sirrin açıbsan, günah eləyibsən. Əgər bir nəfər səndən danışanda, balaca səsini azaldır. Bir tonda danışırdı, bir cümləni deyəndə səsin bir dərəcə azaltdı. Onun mənası budur ki, yəni bu cümlə sirri sözdür. Əgər o sözü başqa yerdə danışasan, haram iş görübsən. Bunun abrısını aparıbsan, sirrin açıbsan, Allahın qəzəbinə giriftar olubsan, indi nə səs azaltma, nə ağız yaxınlaşdırma. Onlar hamısı yaddan çıxıb gedib işinə. Yəni, indi day pərdə qalmıyor. Bunlar hamısı günahlardır ki, çoxalıb. Kim nə istəyir, danışır. Day fikirləşmir ki, belədir, belədir. Bunu deyənlər düz deyir. İzləyirsən, axırda görürsən, yalana çıxdı. Amma sən onu yalan bilənə qədər, yaxud o gəlib səndən üzr istəyənə qədər milyonlar insan bu sözü gördülər, eşitdilər, bildilər, danışdılar və haramlara düşdülər. Odur, bax, deyir, belədir. Şeytan alıb insanın ətrafın, tayin ki, insanlara imkan vermir ki, öz bildiyini eləsin. İmkan vermir ki, fikirləşsin. O qədər alıblar ətrafın fikirləşməyə qoymurlar. Hər yerə baxır, günah görür. Şəraiti bir cür yaradıblar. Hər yerə baxırsan, günah görürsən. Ona görə də Həzrət buyurdu, bir zaman gələr, o zamanda iman saxlamaq çətin olar. Elə bil küləyin qabağında necə şam saxlayarsan əlində, küləyin qabağında, deyir, iman saxlamaq o cür olar. Adam baxır, görür ki, bax belənci vəziyyət yaranıb indi. Adam baxır, görür ki, deyəsən elə bizim zamanımızda o zamanlardandır ki, günahı çoxaldıblar, şəraiti asanlaşdırıblar, kim necə istəyir, hidayət olub çətin. Yəni elə bil ki, su bir tərəfə axır, sən əks tərəfə üzürsən, olub çətin. Düzdür, savabı da çoxdur. Əlbəttə ki, bir adam qumda oruç tuta, bir adam Moskvada oruç tuta, onlar ikisi eynidir. Bir insan Nəcəfdə oruç tutur, Əli Əleyhisselamın kənarında, Kərbəlada oruç tutur, İmam Hüseyin ağanın cəvarı rəhmətində. Bir insan da gedir uzaq-uzaq ölkələrdə, uzaq-uzaq şəhərlərdə, günah çox olan yerlərdə, Almaniyada gedir, oruç tutur, ibadət eləyir, onların savabı birdir, amma çox çətindir ki, insanlar özlərin çalışalar o şeytanların əlindən azad eləyələr. Allah deyir ki, bax, bir var ki, deyəsən mən şeytana pərəstiş eləyəm, bir var yox, deyirsən mən şeytana pərəstiş eləmirəm, Allaha pərəstiş eləyirəm. Allah səni çıxardıb yoldan. Səni yoldan bücür çıxardıb ki, sən elə həqiqətdə ona pərəstiş eləyirsən, amma xəbərin yoxdur. O and içib səni yoldan çıxardıb səni yoldan, amma sən elə bilirsən ki, hələ yoldasan. Elə ki, qiyamət oldu, gördün ki, sənə hissat qalmayıb, deyəcəksən Pərverdigara, məni bu yoldan çıxartdı. Hədislərdə var, işarə var deyir buna, Quranın ayəsindən istifadə ediblər, bunun zeylində hədislər deyiblər, onda şeytan gələr deyər ki, mən sənə neynədim? Mən sənə işarə elədim, sən də qolları açdın, qaça-qaça gəldin. Mən sənin qolu bağlamadım, mən sənin qıçığı bağlamadım. Allah aqibətimizi xeyr eləsin inşallah. Əssalamu aleykə ya